Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən tənqidçi jurnalist Vüsal Kəlbəcər 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı bu günlərim Azərbaycanımızın çox gözəl qonaqpərvər rayonlarından biri olan Cəbrayıl əhalisinin, Cəbrayıl müəllimlərinin qonağıyıq. Və o gözəl müəllimləri sizlərə təqdim eləmək istəyirəm. Müəllim, adınız, soyadınız? Aliyə Yaşar Qaçayoğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız və hansı fənn tədris eləmisiniz? 50 il təhsil sahəsində çalışıb fizika fənnini uşaqlara tədris eləmişim. Çox gözəl. Və indi hal-hazırda neçə yaşınız var müəllim? Hal-hazırda indi 77 yaşım var. Ay maşallah. O gün olsun 80, 90, 100 yaşında gələk gözəl çəkiş eləyək. Anam, sizin adınız, soyadınız? Ben Aliyeva Nazxanım Yusif kızı. Çox gözəl. Hansı fənn tədris eləmisiniz? İbtidai sinif müəllimi. Biz siz iki müəllimlərə fəxr edirik, qürur duyuruq və ulu öndərimiz demişkən müəllimlik peşəsi ən çətin peşədir, ən şərəfli peşədir. Amma müəllim peşəsində də ən çətin ixtisas hansı ixtisasdır? İbtidai sinif müəllimləri. Niyə? Çünki ilk rəqəmləri, ilk əlifbanı, ilk ana sözünü, ata sözünü, vətən sözünü öyrədənlər İbtidai sinif müəllimləridir. Siz neçə yaşınız var anam hal-hazırda? Ben de hal-hazırda 70 yaşım var. Yubileyə gəlmişik. Çok sağ olun, çok sağ olun. Və müəllimlər hər ikisi həm də gözəl ata, gözəl ana, gözəl ağbirçək, gözəl nənə və gözəl babadırlar. Hər ikisinin öz adımızdan dərin təşəkkürümü bildirirəm. Bugün 2025-ci il 26 dekabr tarixidir. 4-5 gündən sonra yeni ildir. Həm də dünya Azərbaycanlıların həmrəylik günüdür. Qarşıdan gələn bayram münasibətilə sizləri də təbrik edirəm. Müəllim, hər ikinizə aiddir. Bax, bu kadrlara 10 il, 20 il sonra nəvə nəticələriniz baxacaq. Onlara öz ürək sözləri nə deyə bilərsiniz? Allah onların ömrünü uzun eləsin. Onlara yaxşı həyat arzulayıram. Sağlam can arzulayıram. Çox gözəl. Və siz nə arzuluyorsunuz müəllimə? Ben nevələrime demişəm, övladlarıma da. Demişəm, mən düz 74-cü ildən dərs deyirəm. Mən dərs dediyim şagirdlər papağını çıxardıb mənim qarşımda baş əyir. Nə hansı şagird olsa, bax, həkim, müəllim, peşə sahəsində çalışırlar. Deyirəm, bax, ona mən dərs demişim. Nəvəm deyir ki, elə sən deyirsən ki, bax, o falan kəsə, ona dərs demişim. Mən də doğrudan, arzuladım ki, mənim gözəl nəvəm, o da fizikadır, babasının sayəsini davam elətdirir. Mən də dedim, mənim gözəl nəvəm, mən də arz edirəm ki, sən də mən yaşa gələndə edərsən, o şagirdlər mənim yetirmələrimdir. Çox gözəl. Siz də sizə öz adımızdan dərin təşəkkür edirik, hörmətli izləyicilərimiz. Bugün bu ailəyə gözəl can sağlığı, ən gözəl mükafat, ən gözəl arzu canın sağlığı olmalıdır. Canlarınız sağ olsun. Biz də inşallah gələn çəkişləri inşallah sizlərlə bağlı gözəl eləyərik. O gün olsun sizin nəvələriniz də sizin iki vətənimizin dəyərli vətəndaşları olsunlar. Təşəkkürlər, minnətdarım.